Videoda mövzumuz 6-cı sinif ingilis dili 2-ci xarici dil olanlar üçün kiçik summativ qiymətləndirmə 1. In which subject do we learn a different language? Deyir, biz hansı fəndə fərqli dil öyrənirik? Azərbaycan dili deyil, rəsm dərsi deyil, İngilis dil dərsi, məhz sizə riyaziyyatdır. In which subject do we learn about old times of our country? Hansı fəndə biz öz ölkəmizin qədim tarixi, qədim vaxtları haqqında öyrənirik? History, tarix fənnində. Biology, biologiyadır. Geography, coğrafiya. Literature isə ədəbiyyatdır. Translate the given word curly hair. Curly hair buruq saç deməkdir. Düz saç, xeyir, buruq saç. Translate the given word saqqal. Saqqal sözünü tərcümə edin. Bald keçəl deməkdir. Mustache, bığ deməkdir. Beard, saqqal. Fair hair, açıq rəngli saç. Buna deyil. Çatışmayan sözləri yazın. Hərfləri, missing letters. U hərfi çatışmır, judo. Aerobika, aerobics. Hand, A hərfi çatışmır hər iki tərəfdə. Handball, boxing, jogging. Uyğunlaşdıraq. Do judo, yəni judo ilə məşğul olmaq. Play football, futbol oynamaq. Go cycling, velosiped sürməyə getmək. Deyir ki, verilmiş sözlərlə cümlələri tamamlayın. I often books and my favorite book is Harry Potter. Mən tez-tez kitab oxuyuram və mənim sevimli kitabım Harry Potter'dır. My sister is 8 years old. Bacımın 8 yaş var və o məktəbdə təhsil alır. Verilmiş sözlərlə cümləni tamamlayın. Deməli, my brother Sonra bu cümləni iki cür tamamlamaq olar. İndiki sadə zamanda deməli does-dan istifadə edirik. Doesn't və ya bütöv formanda yaza bilərsiniz. Does not. Şolar. İngilis dilində elə fe'llər var ki, like, love, dislike, enjoy və s. Bu fe'llərdən sonra fe'lə ing artırırıq, amma məsələn, like-dı, love-dı, dislike-dı və s. Bu fe'llərdən sonra isə fe'l iki cür işlənir. Ya aralarında to işlənəcək, to play, belə. Ya da ki, ikinci cümləndə yazaram, to play table tennis. Və ya belə olacaq. My brother doesn't like play fe'linə ing artırıq. Playing table tennis. Belə. Ümumiyyətlə, İngilis dilində uşaqlar xəbərdən sonra gələn fe'l ki var. Həmin fe'llə digər fe'l arasında həmişə to işlənir. Amma bəzi fe'llər var ki, onlar istisnadır. Enjoy-dur, elə like-dur, remember, forget və s. Bunları yəqin ki, dərsliyinizdə keçmişsiniz. Həmin fe'llərlə həmin fe'lləri xəbərdən sonra işlədəndə biz onlara ing artırırıq. Yenə Tom mübtədadır. Xəbər enjoy-dur. Baxın,
Burada olacaq enjoys. Mübtəda təkdə olanda, indiki sadə zamanda feilin sonuna s artırırıq. Doing. Judo. Judo ilə məşğul olmaqdan zövq alır. Very much. Çox zövq alır. Aha, sözlər deyir ki, düzgün sırada qoyub cümlə qurun. Baxırıq ki, sual cümləsidir. Və burada nə var? How often var. Sual sözüdür. How often bilirsiniz ki, yəqin ki, how often adverbs of frequency-yə verilən sual sözüdür. Adverbs of frequency hansılardır uşaqlar? İndiki sadə zamanın deməli zaman zərfləri. Often, məsələn özü, often özü, every ilə işlənənlər, every year, every month və s. Sonra seldom, sometimes, usually, always, rarely. Bax, bunlar adlanır ingilis dilində adverbs of frequency. Adverbs of frequency. Və biz bunlara sual verəndə uşaqlar adverbs of frequency-yə sual verəndə how often-dan istifadə edirik. Adverbs of frequency Azərbaycan dilinə hərfi tərcümə etmək mümkün deyil. Bunları biz tərcümə edirik elə zaman zərfləri kimi. İndiki sadə zamanın zaman zərfləri. How often, sonra gəlməlidir köməkçi feil, does, sonra mübtəda gəlməlidir. Baxırıq ki, uşaqlar, cümlənin içində əgər şəxs əvəzliyi varsa, bu həmişə mübtəda olacaq. Does he, sonra xəbər gəlməlidir. Visit, does he visit his relatives. Bu isə tamamlıqdır. Nə soruşur? O nə vaxtlar, yəni nə vaxtdan nə vaxta qohumlarına baş çəkir. Bu qədər uşaqlar. Və bu videoluq bu qədər uşaqlar. Kanala abunə olun. Videoları bəyənməyi unutmayın. Sağ olun.